Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Anadan gəlmə gözdən əlilliyi olan məktəbli təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbində pəncərədən yıxılıb. Günün xəbərləri Xəzər TV-yə istinadən xəbər verir ki, ciddi xəsarət alan uşaq təcili xəstəxanaya çatdırılıb. Sözü gedən uşağın atası Asim Seyidov iddia edib ki, uşaq 2-ci mərtəbədən pəncərədən yıxılmazdan əvvəl yarım saat nəzarətsiz qalıb. O, bu məsələdə müəllimləri ittiham edib və bildirib ki, hadisəyə səbəb uşaqlar arasında narazılıq olub. Diqqətsizləyən müəllimlərin səhlənkarlığına görə uşaq özünü 2-ci mərtəbədən yerə atıb, bel sümükləri qırılıb. Müəllimlər zəng vurdu ki, uşaq yıxılıb, gəlin. Müəllim gözdən əlil olduğu üçün qiymətləri şagirdlərə yazdırır. Şagird də oğlumun sinif yoldaşıdır. O biri uşaqlara E5, oğluma E2-yə yazıb. Oğlum da əsəbləşib, çıxıb 2-ci mərtəbəyə Asim Seyidov qeyd edib ki, görmə qabiliyyəti tam və qismən məhdud olan uşaqların təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbinin 1-ci mərtəbəsindəki pəncərələrdə məhəzzərlər olsa da, 2-ci mərtəbədə bu məsələ gözdən qaçıb.